Salam hörmətli şagirdlər, biz bu günün 9-cu siniflər üçün növbəti sınaq izahına baxırıq. Deməli, bir nömrəli sualda görək bizə nə deyir? Deyir, bərabər yanlı üçbucağın təpə bucağı 120 dərəcə, oturacağı 8,3 olarsa, oturacağı endirilmiş hündürlüyü tap. Bax, bunun təpə bucağı neçə dərəcədir? 120 dərəcədir, oturacağı da 8,3-dür. Biz bilirik ki, bərabər yanlı üçbucaqda təpə bucağı 120 dərəcə olarsa, oturacaq yan tərəfin kökçapda 3 misli olur. Onda yan tərəf deməli 8 imiş. Bu oturacağı endirilmiş hündürlüyü istəyir bizdən. Bu hündürlük həm də nə olur? Median olur da, bərabər yanlı üçbucaqda. Onda bu nə harır? Bunu yarıya bölür. Bura 4 kökçapda 3, həmçinin tənbələn olur. Bura 60 dərəcə. Onda burada neçə dərəcədir? 30 dərəcədir. 30 dərəcə bucaq qarşısındakı katetdə betonun nə olur? Yarısı olur, 4 olur, o da olur. Hansı bənd? E bəndi olur. Keçdik ikinci suala. İkinci sualda, bax, mən demişdim ki, o cür kəsirlərdə, bax, bölmə olanda sonsuz sayda gedirdi 64. Böyle, o dərəcə 5-də onu bir vahid artırırsan, olur neçə? 6. Bax, bunu tapırsan elə bir ki, bax, onun cavabı elə buna bərabər olur. Bölmə olanda 1 gəlirsən, vurma olanda çıxırsan. O da 3 bölək, o da 64-dən də 2 çıxır da, 2-ni alt dəfə öz-özünə vuranda 64 edir. O da 3-ü də 2-yə böləndə 1 onda 5 edir, o da olur. Hansı bənd? A bəndi olur. Keçdik nəyə? Bizə deyir ki, üçüncüdə, bax, ABC'di 4 bucaqlısan daxilinə çevrə çəkilir və AB üstə gələk CD neçəyə bərabərdir? 18-ə bərabər olarsa, bizdən perimetrini istəyir ABCD-nin. Biz bilirik ki, 4 bucaqlının o vaxt daxilinə çevrə çəkmək olur ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabər olsun. Onda AB ilə CD-nin cəmi 18-dirsə, onda deməli BC ilə AD-nin də cəmi 18-dir. O da perimetrdə 18 neçə edir? 36 olur. O da olur hansı bənd? B bəndi. Keçdi indi növbəti 4-cü suala. Bizə deyir, çoxhəllərin dərəcəsini tap. Bax, birinci mötərizədə ən çox qüvvət neçədir? A üstü 10-dur. Düzdür? Onda biz çoxhəllədə ən çox olan götürürük də. Üstü neçə olur? 2. Vuraq. İkinci mötərizədə isə ən çox olan neçədir? A üstü 8-dir. Onun üstü neçədir? 3. Bu da olur nə? A üstü 2-ni 10-a vuranda 20. Vuraq A üstündə 8-i 3-ə vuranda 24. O da bizə nəyi verir? A üstü 44. Onda bu çoxhəllərin dərəcəsi neçədir? 44. O da olur E bəndi. Keçdik 5-ci suala. 5-də bizə nə deyir? 5-də deyir ki, 0,6 çıxaq nə kökatda 0,5 düzdür, üstə gəlin deməli modulda kökatda 0,5 çıxaq nə 0,8. Bunu deyir hesablayın. Bax, biz birinci burada nə edirik? Bu bilirik ki, modulda müsbət çıxır, amma biz birinci bu modulun içindəkilə müsbət ədəd yoxsa mənfi ədəd olduqlarını müəyyənləşdirmək. Bunun üçün də bunları kvadrata yüksəldirik. Birinci deməli modulun içi mənfi olur, mənfi olur. Ona görə biz moduldan da müsbət çıxmalıdır, yerlərini dəyişdirib açırıq. 0,5 çıxaq 0,6 olur. Bizdə deyilən belə yox. Aha, bu da belə. Sonra ikinci mötərizədə yenə mənfi olur deyən içi. Ona görə yenə yerlərini dəyişdirib açırıq. 0,8 çıxaq nə olur? Kökatda 0,5. Bu 0,5'lər getdi. Mənfi 0,6 ilə də 0,8-in cəmi nə edir? 0,2 edir. O da olur hansı bənd? C bəndi. Keçdik 6-cıya. Deyir, radiusu 12, radius neçədir? 12-dir. Və 6 radiyana bərabər olan qövsün uzunluğunu tap. Birinci biz buradan dərəcəni tapaq. Dərəcəni tapanda 6-nı vururuq 180 bölək pi-yə. Qövsün uzunluğunda hansı düsturdan tapırdıq? Pi, r, alfa bölək nə? 180 düsturu ilə gətirib burada yerinə yazsaq, olur nə? Pi vuraq, yerimiz 12-dir, alfamızda neçədir? 6 vuraq 180 bölək neçədir orada da? Pi'dir. Buradan pi'lər getdi, burada da 180'dir. Burada həmçinin 180'dən 180 də gedir. Qalır 12 vuraq 6, deyir 72, o da olur hansı bənd? C bəndi. Sonra 7-cidə bizə nə deyir? Deyir ki, A çıxaq 3 üstü mənfi 3-də 2 ifadəsi A-nın hansı qiymətində mənası var? Bunu dərs izahında demişdim ki, üstü kəsir və mənfi qüvvət olanda onda A-3 mənası olması üçün böyük 0 olmalıdır. Onda A da böyükdür 3-dən. O da olur hansı bənd? E bəndi olur. Sonra keçdik növbəti suala. 8 nömrəli suala. 8-də bizə nə deyir? Deyir ki, 4x plus 3'ün kvadratı çıxaq nə? 3x plus 1'in nəyi? Kvadrat. Bax, deyir, bunun vuruqlara ayırın. Bunun kvadratlar fərqi kimi vuruqlara ayırarıq. Nə edəlim? 4x plus 3
Çıxaq, bax bunu çıxarım. O da olur çıxaq 3x, çıxaq 1 olur. Birdə nə olacaq? 4x plus 3 üstə gələk 3x, üstə gələk 1 olur. Bu da bərabərdir. 4x-dən 3x çıxanda nə qalır? X. 3-dən də 1 çıxanda neçə qalır? 2. Vuraq. Burada nə olur? 4x-dən 3x-in cəmi nə edir? 7x. Üstə gəlir 3-dən 1-in cəmi nə edir? 4. Vəssalam. O da olur hansı bənd? D bəndi olur. Keçdik sonra 9-cu suala. Deyir, iki müsbət ədədin birini 10%, digərini 40% artırsaq, hasil necə dəyişir? Və tutaq ki, 2 dənə müsbət ədəd deyir, ikisi də nədir? 10. 10 vuraq 10. Hasilləri neçə edir? 100. İndi birini 10% artırıramsa, 10 idi. 10'un 10% nə edir? 11. Digərini də 40% artırıramsa, demək 4 artırıram da, onun 40% nə edir? 4. 10'da olur 14. Hasilləri neçə olur? 154. Deyir, ədəd hasil necə dəyişir? 100 idi, indi olur 154. Onda neçə faiz artıq? 154 faiz. Vəssalam. Bu da olur hansı bənd? A bəndi. Keçdik 10-cu suala. Deyir, düzbucaqlı üçbucaqda bir də nə edir? Düzbucaqlı üçbucaq çəkdik. Bax, belə bu şəkildə. Deyir, bunun eti bucaqlarından biri 30 dərəcədir və xaricdən çəkilmiş çevirən radiusu da deyir ki, neçədir? 6-dır. Bizdən perimetrini istəyir. Biz bilirik ki, xaricdə çəkilmiş çevirən radiusu həmişə hipotenuzun yarısı olur. Onda hipotenuz 12 imiş. Bura 30-dursa, onda 30 dərəcə bucaq qarşısında işğal edirsə, hipotenuzun yarısı olur. Bura 6-dır, burada onda 60-dır. 60 dərəcə bucaq qarşısında işğal edirsə, digər katetin kök altda 3 misli olur. Bu da olur neçə? 6 kök altda 3. Onda perimetrdə nə olur? 12 ilə 6, 18, üstə gəl 6 kök altda 3. A bəndi olur. Sonra buradan baxırıq indi biz 11-ci suala. 11-də bizə nə verib? Veribdir ki, 2 üstü 6, üstə gəl o 4 üstü 2, 4 özü 2 üstü 2-dir, üstündə də 2. Çıxaq 16-da 2 üstü 4, üstü də neçədir? 2-dir. Məxrəcdə nədir? Mənfi 2 üstü 4, üstə gəl 5-dir. Bu olur nə? 2 üstü 6, üstə gəl nə? 2 üstü 4, çıxaq 2 üstü 8. Burada da olur mənfi 2 üstü 4, üstə gəl 5. Bax, gəl belə deyək. Sürətdən üstü az olanı orada vuruq çıxardıram 2 üstü 4. Qalır 2 üstü 2, üstə gəl 1, çıxaq 2 üstü 4. Bu da nə olur? Mənfi 16, üstə gəl 5. Bu da olur nə? 2 üstü 4, 2 üstü 4. Vuraq 2 üstü 2 bu 4 edir. Üstünə 1, 5. 5-dən də 16 çıxanda qalır mənfi 11. Burada da olur elə mənfi 11. Mənfi 11, mənfi 11 gedir. 2 üstü 4 qalır. O da edir 16. O da olur hansı bənd? E bəndi. Keçdik ikinciyə, 12-ciyə daha doğrusu. Deyir ki, x və y irrasional ədəd. X vuraq, y isə rasionaldır. Məsəl üçün, deyir, aşağıdakılardan hansı həmişə irrasional ədəddir? Hansı həmişə irrasional ədəddir? Bax, burada bilirsən hansı olur? Burada hansı olur? Bax, B, C, E ola bilməz. Nədə D də olmur. Elə burada olur A bəndi olur. Niyə B ola bilmir? Çünki x vuraq, y rasionaldırsa, onda kvadratları hasildə rasional olur. C bəndi yenə onların hasili rasionaldır. E bəndi yenə onun kimi. D bəndində də o x-lə y irrasional ədəd olsa, onlar kvadrata yüksəldəndə orada rasional ədəd olur. Elə ki, bu bizə həmişə irrasionalı vermirdi, amma A bəndi olur. Nəyə görə? Rasionalı irrasionala vuranda elə irrasional eləyir. O da olur hansı bənd? A bəndi olur. Keçdik 13 nömrəli suala. 13-də bizə nə deyir? Gəl baxaq. 13-də deyir ki, BMD qövsünün dərəcə ölçüsünü tap. Və burada gəl elə bax bunu elə bu misalın özlərində işləyək. Deməli, bax, burada bura 40 dərəcədir, düzdür? Bax, bu diametrdir, düzdürmü? Diametrdə çevrəni nə qədər yarıya bölür. Bizdən BMD qövsünü istəyir. Bax, bu qövsü bilmirəm, x olsun. Onda burada bilirsən nə olur? 180 çıxaq x olur. 180 çıxaq x. Bax, bu indi toxunanla kəsən arasındakı bucağı tapanda bu 40-ı böyük qövsün dərəcə ölçüsündən, yəni 180 çıxaq x-dən kiçik qövsün dərəcə ölçüsünü çıxıb bölüləm 2-yə. Hər tərəfi 2-yə vursam, onda 80 bərabərdir 180 çıxaq 2x-ə. Buradan 2x bərabər olur neçəyə? 100-ə. X də deməli bərabərdir neçəyə?
deməli 50-yə. Bizdən də o 180 çıxaraq x istəyir. 180-dən də 50 çıxanda 130 qalır. O da olur hansı bənd? B bəndi olur. Keçdik 14-ə. 14-də deyir hansı mənası var? Hansı mənası yoxdur deyir. Daha doğrusu o da bilirsən hansı olur? B bəndi olur. Niyə? Çünki mənfi 2 üstü 4 mənfi 16 deməkdir. O 4 2-nin özünə aiddir, mənfi aiddir. Əgər belə olsaydı, onda müsbət 16 olardı. Amma bu belə mənfi 16 olur. Cüt dərəcədən kökün 6-da mənfi 16 ola bilməz. Bu da B bəndi olur. Keçdik buradan 15 nömrə sualı. 15-də bizə nə deyir? 150 dərəcəyə bucağın tərəfi arasından şüa keçirib alınmış bucağın tənbölənləri arasındakı bucağı tap. Həmişə yadında saxla ki, elə o tənbölənlər arasındakı bucaq elə bunun yarısına bərabər olacaq. 150-nin yarısı, o da 75 olur. O da olur C bəndi. Lap bunu çəkə də bilərəm. Bax, tutaq ki, 150 dərəcə bucağıdır, şüa keçdi. Bunu 100 və 50 dərəcəyə tutaq ki, bucaqlara bölür. Təzədən bax, bunların tənbölənləri çəksən, bax, bu tənbölənlər arasındakı bu bucaqda olur neçə? 75. Bu da olur hansı bənd? C bəndi. Keçdik 16 nömrəli sualı. Əvvəlcə şəkili çəkək. Burada deməli, bura bizə nə verir? Bura A-dır, bura B-dir, bura C-dir, burada nədir? D-dir. Bura ilə burada bir-birinə bərabərdir. AD ümumi 21-dir və bizə deyir ki, BD AB-nin 6 mislidir. Yəni, bura x-dirsə, burada nədir? BD-də 6x-dir. Onda burada nə olur? Deməli, 3x, 3x olur. Onda 7x bərabər olur 21-ə, x də bərabər olur neçəyə? 3-ə. Bizdən də nə istəyir? BD parçasının orta nöqtəsidir. Aha. Bu heç. AC parçasının uzunluğunu istəyir. Bax, buradan bura kimi istəyir. O da 4x-dir. X-də 3-də 4-ü 3-ə vuranda neçə edir? 12 edir. Və salam, cavab olur 12. Keçdik nəyə? 17 nömrəli sualı. 17-də bizə nə deyir? Deyir ki, 18 çıxaq 7x. X-in hansı ən böyük qiymətində bu ifadənin mənası var? Biz bilirik ki, cüt dərəcədən kök altı ifadənin o vaxt mənası olur ki, böyük bərabər 0 olanda. Bu 18 bu tərəfə keçirdirəm. O da mənfi 7x böyük bərabərdir mənfi 18-dən. Hər tərəfi mənfi 7-yə bölsək, onda x də kiçik bərabərdir 7-də 18-dən. Mənfiyə bölündə biz bilirik ki, işarə nə olur? Dəyişir. Aha, 7-də 18-dən burada da deməli, x də kiçik bərabərdir neçədən? 2,7-də 4-dən. Bizdən də x-in ən böyük tam qiymətini istəyir, o da 2 olur da cavab 2-dir. Keçdik 18 nömrəli suala. 18-də görək bizə nə deyir? Deyir ABC üçbucağı. Bir dənə ABC üçbucağı çəkək. ABC. Deyir burada AD nədir? Tənböləndir. Bax, bu bizim tənbölənimizdir. Düzdürmü? Sonra bizə nə deyir? Deyir AB 8-dir, AC 20-dir və DC-dən BD-ni çıxıb 9 qalıb. Onda belə başa düşürəm ki, DC BD-dən 9 cm böyükdür. Onda bura x-dirsə, burada x plus 9-dur. Tənbölən xəssəsinə əsasən 20 bölək x plus 9 bərabərdir nəyə? 8 bölək x-ə. Buradan çarpaz vursaq 20x bərabərdir 8x üstə gəlir 72-yə. Buradan 12x bərabər olur nəyə? 72-yə. X də bərabər olur neçəyə? 6-yə. Onda bura 6-dır. Burada 9-dan 6 edir 15. Onda ümumi hissədə olur 21. O da 20, 21, 41 üstəndə 8, 49 olur. Deməli, burada da perimetr. Sonra keçdik 19 nömrəli suala. 19-da bizə nə deyir? Deyir, x, y, z ədədləri 2, 3, 4 ədədləri ilə düz mütənasibdir. Olduğuna görə deyir, z-də tap. Onda düz mütənasibdirsə, x deməli 2k-ya bərabərdir, y neçə k-ya bərabərdir, 3k-ya, z də neçə k-ya bərabərdir, 4k-ya. Aparıb orada yerinə yazsaq nə olur? 2k üstə gəl 3 dəfə 2 neçədir? 6k üstə gəl 3 dəfə 4 neçədir? 12k bərabərdir neçə? 340-a. Bu deyir neçə? 20k bərabərdir 340-a. K da bərabərdir neçəyə? 17-yə. Düzdür. Bizdən də z istəyir. Z də 4k-dır. 4-ü də 17-yə vuranda 4-ü də 17-yə vuranda edir neçə? 68. Z-imiz də olur 68. Keçdik 20-yə. 20-də görə bizə nə deyir? 20-də biz əvvəlcə bu çevrəni çəkək. Əvvəlcə biz bu çevrəni çəkək. Aha. Bura A-dır, burada B-dir. Düzdür. Bizə nə deyir? Deyir, AB vətəri 6-dır
olub diametrin 3/1-nə bərabərdir. Onda diametr deməli 18 imiş. Bizdən çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluğunu r bərabərdir və yaxud da c bərabərdir 2pi r-lə tapırıq. Burada r-imiz bilirsən nəyə bərabər olur? Diametrin yarısına, yəni 9-a. Gətirib burada yazanda o da olur 18 pi. Vəssalam, cavab 18 pi-dir. Keçdik 21 nömrəliyə. 21 nömrəlidə bax sürətlə məxrəci də 100-ə vursam, o da olur 25 bölək. Deməli 50. Üstəcə burada da yenə 100-ə vursam, o da edir 380 bölək 19. Burada olur neçə? Yenə 420 bölək 7. Burada da olur 10-a vursam 30 bölək 6 olur. Bu da nə olur? Deməli bu da olur 2/1 üstəgəl neçə? 20 üstəgəl 60 çıxaq 5. Bu da 80, 5 çıxanda neçə? 75, üstəndə 0.5-də 75,5 edir cavab. 21-də də budur cavabımız. Keçdik indi biz 22 nömrəliyə. Deyir, düzbucaqlı üçbucağın katetləri 3-4 nisbətindədir. Düzbucaqlı üçbucaqda katetlər 3-4 nisbətindədirsə, bura 3K-dır, bura 4K-dırsa, onda bura 5K-dır. Düzdür. Və perimetrdə neçədir? 48-dir. Düzdürmü? Onda 48 nəyə bərabərdir? 12K-ya. K da neçədir? Onda 4-dür. Onda bura 4 dəfə 5'im 20 edir. Bizə hipotenuza çəkən median istəyir. O da hipotenuzun yarısına bərabərdir. Onda o da neçədir? 10'dur. Vəssalam. Keçdik 23 nömrəliyə. 23-də bizə nə deyir? Deyir ki 16x kvadratı üstəgəl 8x üstəgəl nə? 4y kvadratı çıxaq 4y. Bizdən bax bunun ən kiçik qiymətini istəyir. Bax burada topluda da var bu tipli suallar. Deməli müxtəsər vurma düsturu düzəldir. Bax bu ikisi bilirsən nəyin açışıdır? 4x plus 1'in kvadratının açışıdır. Axı orada 1 yoxdur, üstəgəl 1 yoxdur. Bunun açışında axı üstəgəl 1'in kvadratı olur. Onda 1'i deməli çıxır. Bu ikisi isə bizə deməli nəyi verir? Bu ikisi isə 2y minus 1'in kvadratını açışdır. Yenə burada da axı üstəgəl 1 olmalıydı. O 1 yoxdursa deməli o 1'i də çıxır. Məsələn, bu da nə olur? Bax, kvadrat olan bir şeyin ən kiçik qiyməti nədir? 0. Bunun da ən kiçik qiyməti 0'dır. O da olur 0 çıxaq 1, üstəgəl 0 çıxaq 1. Bu da bizə nə verir? -2'ni. Vəssalam. Keçdik 24'ə. Deyir, konsentrik çevrələn radiusları nisbəti 3/5'dir. Onda kiçik yer 3K-dır, böyük yerdə neçə K-dır? 5K-dır. Və halqanın qalınlığı, H qalınlıq, deməli qalınlıq nəyə bərabərdir? 6'ya. Bizdən kiçik çevrənin uzunluğunu istəyir. Aha. C-ni istəyir və yaxud da E fərq yoxdur. H qalınlıq nəyə bərabər olur? Həmişə böyük yer çıxaq kiçik yerə. Yəni 5K çıxaq 3K-ya. Onda 2K bərabərdir nəyə? 6'ya. K da bərabər olur neçəyə? 3'ə. Biz kiçik çevrənin uzunluğunu istəyirsə onun radiusunu tapaq. O da 3K-dır. 3'ü də 3'ə vururum edir. 3'ü də 3'ə vururum neçə edir? 9. Onda C də bərabər olur 2pi R düsturuna əsasən 2pi bıraq 9. O da edir neçə? 18 pi edir. Bu da belə 18 pi. Keçdik buradan 25 nömrəli sonuncu suala. 25'də bax surətdə nədir? Kök altda 17 üstəgəl 12 kök altda 2'dir. Düzdür, məxrəcdə nədir? 3 üstəgəl 2 kök altda 2. Burada nə edirik? Burada baxırıq nə? Bax, bu sürət həmişə görsən orada mən heç nə hesablayıb tapa bilmirəm də. Sürət həmişə bilgi elə o cür köklərini aldı. Hansısa bir müxtəsər vurma düsturunun açışıdır. Ya A üstəgəl B-nin kvadratının açışıdır, ya da bax bunun çıxmasının açışı. Yəni A çıxaq B-nin kvadratının açışıdır. Bax burada da bax bu birinci ilə o ikincinin kvadratları cəmdir. Bu da birinci ilə ikincinin hasilinin 2 mislidir. Onda burada mən nə başa düşürəm? Deməli bu 3 kök altda 2 yox. 2 kök altda. Bax bu bu elə 3 üstəgəl 2 kök altda 2'nin kvadratının açılışıdır. Bu da nə olur? 3 üstəgəl 2 kök altda 2. Burada da nə olur? Bu kvadratla bu kök gedir. Qalır nə? 3 üstəgəl 2 kök altda 2. Məxrəcdə də 3 üstəgəl 2 kök altda 2. Bunlar da bir-birinə böləndə 1 edir. Cavab olur 1. Vəssalam. Sağ olun.